Om Namo Bhagavate Vasudevaya. Bhagavad Gita Fəsil 16, mətn 17. Fəslin adı ilahi və Allahsız təbiətlər və yaxud Daivasura Sampat Vibhaga Yoga. Daivasura Sampat Vibhaga Yoga. Daiva ilahidir, Asura da demonikdir deməkdir, Allahsız. Daiva Asura Sampat Vibhaga Yoga. Hoş gördük Bhagavad Gita'nın değerli dinləyiciləri. Tanrı Shri Krishna bu fəsildə, 16-cı fəsildə Arjuna'ya iki cür təsir altında düşmüş insanların əlamətlərini, keyfiyyətlərini neynir? İzah eləyir. Ki Allahsız Asura və bir də mömin təbiətli insan. Bu fəslin 1-ci, 1, 2, 3-cü mətnlərində Krishna'nın mömin təbiəti dedi. 4-cüdən bu tərəfə Allahsız insanın təbiətini neynir? İzah eləyə gedir və biz görə bilərik ki, Krishna'nın dediklərindən, Bhaktivedanta Swami Srila Prabhupāda'nın izahlarından ki, Allahsız insan o insana demirlər ki, onun Allahı yoxdur. Yəni ki, onun qəlbində Allah yoxdur. Və yaxud da ki, hətta o Allahın varlığına inanmır. Yox, Allahsız insan Allahın varlığına inanır. İnana bilər. Tək ateistdir deyil o. O Allahın varlığına inana bilir, amma Allahsız o demək ki, insan Allahsız, belə deyilir, Allahsız iş görür. Allahsız düşünür, Allahsız danışır, Allahsız iş görür. Yəni Allahın iradəsini nəzərə almır. Allahsız buna deyirlər, bildiyin. Allahın iradəsindən xəbərsizdir. Yaxud da ki, heç xəbər almaq da istəmir. O istəmir bunu. Buna həvəsi, marağı da yoxdur. İndi 17-ci mətndə görən Krishna davam eləyir. Allahsız insanın əlamətlərini, keyfiyyətlərini sadalamaqda davam eləyir. Düzdür. Bundan qabaqçından gəlməyəcəm. İndi oxuyağın, sonra bundan qabaqçını oxuyaraq. 16-17. 16-cı fəsil, 17-ci mətn. Atma sambhavitaha stabdha. Atma sambhavitaha stabdha. Dhahanamana madanvitaha. Dhahanamana madanvitaha. Yajanti nama yajnaiste. Yajanti nama yagaiste. Dambhyena vidhi purvakam. Dambhyena vidhi purvakam. Beytin Azərbaycanlı tərcüməsi. Özlərindən razı, abırsız, var dövlət və saxta nüfuzla aldadılmış bu cür adamlar bəzən fəxrlə, yalnız ad çıxartmaqdan ötürü heç bir qayda və təlimatları gözləmədən qurbanlar icra edirlər. Və bunu Krishna dedi. Təkrar oxuyuram. Özlərindən razı, abırsız, var dövlət və saxta nüfuzla aldadılmış bu adamlar bəzən fəxrlə, yalnız ad çıxarmaqdan ötürü heç bir qayda və təlimatları gözləmədən qurbanlar icra edirlər. Allah Ali Şəxs Şri Krishna. Bhaktivedanta Swami Prabhupāda'nın izahı. Allahsızlar özlərinin hamıdan üstün hesab edərək, mötəbər şəxsləri və müqəddəs kitabları saymadan, bəzən üzlənirək dini ayinlər və qurban mərasimləri icra edirlər. Onlar mötəbər şəxsləri inanmırlar və çox abırsızdılar. Onlar mötəbər şəxslərə inanmırlar və çox abırsızdırlar. Bunun səbəbi əldə etdikləri var dövlət və saxta nüfuzdan doğan illüziyadır. Bəzən bu cür Allahsızlar öz üzərinə təbliğatçı vəzifəsini götürüb insanları çaşdırır və dini islahatçı yaxud Allahın mücəssəməsi kimi ad çıxarırlar. Onlar yalandan qurbanlar icra edir, yaxud mələklərə sitayiş edir, yaxud da öz Allahlarını yaradırlar. Adi adamlar onları Allah adlandırır və onlara sitayiş edirlər. Səfihlər isə onları din yaxud ruhi elm yolunda irəli getmiş hesab edirlər. Onlar tərki dünya libası geyib hər cür mənasız işlərlə məşğul olurlar.
Əslində tərki dünya adam üçün çoxlu məhrumiyyətlər vardır. Əslində tərki dünya adam üçün çoxlu məhdudiyyətlər vardır. Lakin Allahsızlar bu cür məhdudiyyətlərə əhəmiyyət vermirlər. Onlar fikirləşirlər ki, insanın icad etdiyi hər hansı bir yol onun şəxsi yoludur. Hamının əməl etməli olduğu vahid yol yoxdur. Qayda və təlimatlara etinasızlıq mənasını verən Avidhi Purvaka sözü burada xüsusi qeyd edilir. Bütün bu şeylər cəhalətin və illüzyanın nəticəsidir. Bu Şrila Prabhupadaның Bhagavad Gita'nın İlahi və Allahsız təbiətlər adlanan 16-cı fəslin 17-ci mətnində verdiyi izah idi. Mən istəyirəm bundan əvvəlki 2 dənə beyti oxuyum ki, buna şey verək də, buna şey gəlsin. Davamiyyəti görək də, nədən sonra nə gəlir. 13, 14, 15-cilərdə bir də üçü bir yerdə olanda Krishna burada deyir. Allah ali şəxs deyir. Allahsız adam düşünür ki, bu gün mənim bu qədər pulum var. Planlarıma görə mən daha da çox qazanacağım. İndi mənim bu qədər var dövlətim var, o getdikcə artacaq. O mənim düşmənim idi və mən onu öldürdüm. Başqa düşmənlərimi də öldürəcəm. Mən hər şeyin ağasıyam, mən həzz alanam, mən kamil qüdrətli və xoşbəxtəm. Mən ən dövlətli adamam və mənim adlı sanlı qohumlarım var. Məndən qüdrətli və xoşbəxt adam yoxdur. Mən qurban icra edəcəyəm, sədəqə verəcəm və beləliklə sevinc içində yaşayacağam. Bu yolla belə adamlar cəhalətin təsirlə çaşdırılırlar. Onlar daim qayğılı və həyəcanlı olur. İllüziya torunda karıxıb həddən artıq hissi əzlərə bağlanır və cəhənnəmə yuvarlanırlar. Özlərindən razı, abırsız, var dövlət və saxta nüfuzla aldadılmış bu adamlar bəzən fəxrlə, yalnız ad çıxarmaqdan ötürü, heç bir qayda və təlimatları gözləmədən qurbanlar icra edirlər. Bax, bu sonuncu Krishna'nın dedikləridir. Burada Krishna sadəcə olaraq Allahsız insanın təbiətini açıqlayır, xırdalayır, deyirlər. Bütün keyfiyyətlərin deyə gedir də. Bax, beləcə Krishna bunu davam edəcək düz 21-ci mətnə qədər hələ. Sadalayacaqdır Arjunaya. Və 21-ci, 24-cü mətnləri də 24 mətnə ibarətdir. Krishna nöqtə qoyacaq ki, bu cür insanın nədir? Bu cür insanın taleyi necədir? Bu cür insanın sonluğu nədir olacaq da? Bildiniz mi? İndi bu da ki, davam edir ki, Allahsız insan özündən razıdır. Belə insan özündən razıdır, Krishna deyir. Çox özündən razı insanlar. Mən elə gəlir ki, bunlar burada deyilənlər o qədər aşkardır ki, bugünkü gündə də mən heç burada heç izah eləməyə də şey tapmıram da ki, bunlar hamısı aşkar şeylərdir də, gözümüzün qabağında olan şeylərdir hamısı. Deyir, özündən razı olur belə insanlar çox. Abırsızdılar. Var dövlət və saxta nüfuzla aldadılıblar. Bildiniz? Belə insanlar fəxrlə, ad çıxarmaq üçün, heç bir müqəddəs kitabların təlimatlarını gözləmədən özlərindən qurbanlar keçirlər. Bizdə görsən, heç bir müqəddəs kitabın heç bir göstərişindən xəbəri yoxdur insanın da. Müqəddəs kitabın göstərişlərindən bunun xəbəri yoxdur. Çünki heç bu müqəddəs kitabı açmayıb üzünü, oxumur da. Sadəcə olaraq deyir ki, bizdə var ya, belə deyir ki, Quran bizim kitabımızdır. Quranımız var bizim. Quran belə, Quranı öpüb gözün üstündə qoyar. Qəşəng belə məxmər şeyin içində, əskiyə bükər evin belə qəşəng yerində saxlayır. Amma onun içindən xəbəri yoxdur, oxumur onu. Heç bilmir onun içində nə yazılıb. Açıb oxuyanda da başa düşmür ki, burada nə yazılıbdır. Bildiniz nədər? İndi bizdə nə qədər çox dinin mənsubiyyətindən fəxrlə, təkəbbürlə, lovğa ilə belə deyən insanlar var ki, bizim dinimiz İslamdır, kitabımız da Qurandır. Peyğəmbərimiz Məhəmməddir, düzdür? Amma Allahsız adamdır o. Özü Allahsız kateqoriyasındadır əslində. Deyir ki, bizim kitabımız Qurandır, Peyğəmbərimiz Məhəmməddir, dinimiz İslamdır və siyasətdə çox belə canfişanlıq eləyir, baxırsan ki, siyasətdə çox güclü canfişanlıq eləyir. O, başqa xristiyan mənsubiyyətli dövlətlərlə belə şeyə gedir. Başa düşsən, nədir? Onları tənqidə tutur və s. da. Məsələn, mən belə məclislərdə olmuşam. Bilirsiniz, orada başqa dinləri tənqid atəşinə tuturlar, aşağılayırlar, təhqir eləyirlər ki,
Bizim dinimiz İslamdır, kitabımız Kur'andır. Onun yanında bir dənə sakitcənə Rus demişkən, Paproboyun yanında bir dənə Krishna sözündən. Ha, sən mən dəqiqə çaşbaş qalım. Ha, bizim dinimiz Kur'andır. O mən bir dəfə sizə danışmışam da, bir məclisdə oturmuşdum, siyasətçilərin məclisində. Müsavat Partiyası ilə kimin Xalq Cəbhəsi Partiyasının üzvləri idi və onlar hamısı da xırda adamlar deyirlər. Hamısı da institut müəllimləri. Bildiniz, bax belə cəmiyyətin belə ziyalı təbəqəsi sayılanlar. Hardasa bir 30 nəfər adam vardı. Və orada onlar dayanmadan danışılırdı. O vaxt yadıma gəlmir. 1997-ci ya 98-ci il idi. Danışırdılar hamısı nədən? Azərbaycan bizdə dinin vəziyyətindən danışırdılar və başqa dini şeylərə tənqidi söhbətlər edirdilər. Mən də orada hamısı məndən yaşda böyük idim. Və mən orada söhbəti mənə söz gəlib mənə çatanda, mən danışanda ağzımdan reinkarnasiyadan, ruhun bədən dəyişməyindən danışanda orada bir nəfər yaşlısı çox böyük bir səs qaldırdı ki, mən çox xahiş edirəm bizim Qurani-Kərimimizdən qırağa çıxmayasınız. Mən də bir moment ağlıma gəldi Tanrı Krishna köməyi ilə də. Ki, adama dedim ki, sən Quranı nə qədər başa düşürsən, neçə faiz başa düşürsən? O da dedi ki, Quran dəryadır, sən başa düşürsən. Mən də dedim, konkret bir rəqəm de görüm, sən o dəryanın nə qədər faizindən xəbərdarsan. O da dedi ki, 3 faizindən. 3 faizindən. Amma yanımda oturmuş türklər vardı, yanımda türklər də oturmuşdu. O məclisdə türklər də vardı, gəlmişlər o vaxt. Təzə-təzə burada kollecdə nəsə dərs deyirlər deyəsən, İslam. Onlar dedi ki, ay abi, nə 3 faiz? 0,3 faiz. Bunlar dedi. 1 faiz. Belə bəziləri səslən. Mən də dedim ki, mən sənin 3 faizi qəbul edirəm. İndi sən özün dedin ki, sən o kitabı 97% başa düşmürsən. Bəs sən hardan bilirsən ki, mənim dediklərim Quranda yoxdur? O qəzəbləndi, vurdu əlini stola, cücələr toyuqlara cisçi görgədir. Durdu, çıxdı, getdi. Həm məclisi tərk elədi. İndi sözüm nədədir? Sözüm ondadır ki, biz çoxları var ki, bu saat dinimiz İslamdır, kitabımız Qurandır, filan belə deyir da. Amma düşüncə tərzinə, danışına, nitqinə, həyatına, əməllərinə baxsan, görsən ki, bundan heç əsər əlamət də yoxdur bunda, Quranla. Başa düşdünüz? Əksəriyyət kütlə bu saat belə bir vəziyyətdə də əslində Qurandan xəbəri yoxdur. Heç bir dini məclislərdə iştirak eləmir. Heç vaxt Allah haqqında söhbətlərə qulaq asmır. Hansı ki, dinə gəlmək, dinləməyə gəlmək deməkdir. Din sözü dinləmək sözün köküdür. Bildiniz, din nə deməkdir? İslam dini, Xristian dini, Hinduizm dini və s. Dinə gəlmək, dinləməyə gəlmək deməkdir ki, Azərbaycandakı dinib danışmaq sözü sanskritində Şravanam Kirtanam, qulaq asmaq və danışmaq. Dinib danışmaq, yəni dinmək, qulaq asmağı deyirlər. Danışmaq da ki, qulaq asdığı danışmağa təkrar. Ne üçün? Çünki bunların ikisi sonra, üçüncü gün yaradır. Ne? Düşünmək. Sən Allah'a düşünürsən. Daim Allah'a düşünürsən. Bu üçündür. Krishna Bhagavad Gita deyir ki, bütün müqəddəs kitablar və oradakı qaydalar, təlimatlar, hamısı onun ötürü ki, daim məni düşünəsiniz. Qadağalar onun ötürü ki, heç vaxt unutmayasınız. Vəssalam. Başa düşdünüz? Deməli, bütün dini ayinlər, bütün dini qaydalar, ibadətlər, namazlar, oruclar filan, bunların hamısı ondan ötürü ki, insan daim Allah'a düşünsün. Neyse, ölüm anında Allah'a düşünə bilsin. Ölüm anı neyəcək? Qərar çıxarılacaq bunun haqqında ki, bunlara göndərək. Krishna da Bhagavad deyir ki, insan ölüm anında nəyə düşünsə orada gedəcək. Ölüm anında nəyə düşünsən orada gedəsən. Ağlıva, düşüncəvə nə gəlsə orada göndəriləsən. Bildiniz mi? Bunun üçündür. Mənim düşünmək üçündür. Ona görə dinə gəlmək, dinləməyə gəlmək deməkdir. Yəni ki, insanın həqiqətən sən müsəlmansansa, həqiqətən sənin kitabın Qurandırsa, onda sənin gün ərzində neçə dəqiqə heç olmasa, heç mən saat da demirəm, neçə dəqiqə sən ayırırsan Quran haqqında qulaq asmağa, heç yarım dəqiqə də ayırmır. Amma danışanda, belə deyir, bizdə bir sözdür, ağzına çullu dovşan sığışmır. Sən nə deyirsən? Ucadan qışqır ki, bizim kitabımız Qurandır. Allahımız təkdir, Peyğəmbərimiz Məhəmməddir. Amma ki, nə Məhəmməd və Səllallahu xəbəri var, nə Quran oxuyur, bizdir. Krishna burada bunların barəsində danışır. Özlərindən razı, abırsız, var dövlət və saxta nüfuzla aldadılmış adamlar
fəxrlə, yalnız az çıxartmaqdan ötürü heç bir qayda və təlimat gözləmədən qurban icra edir. Belə adam hansı tərəfə çönür? Belə insanlar. Hara tərəfə çönür? Heyvan kəsir. Hara tərəfə çönür? Heyvan kəsir. Uşağı doğulub heyvan kəsir. Sünnət eləyir, heyvan kəsir. Nişan eləyir, heyvan kəsir. Yaslı heyvan kəsir. Toydu, heyvan kəsir. Əskərliyə getdi, heyvan kəsir. Əskərlikdən gəldi, heyvan kəsir. İnstituta girdi, heyvan kəsir. Hər bir sluçi, hər bir dənə məsələyə qurban demişəm deyir. Deyir ki, filan şeyə qurban demişəm. Olacaq mən də gəlib o qurbanı kəsəcəm, paylayacağım əti. O heyvan yazıq deyir, sənin heç xəbərin yoxdur. Sən qurbandan, nə olan şeydir qurban? Heç bu insanın qurbandan xəbəri yoxdur ki, qurban nə olan şeydir. Onu necə həyata keçirdirlər. Onun haqqında Quran elmi, İslam alimləri, böyük şəxsiyyətlər onun haqqında hansı şərtləri qoyublar, hansı qaydaları qoyublar, hansı hökmləri qoyublar, bildiniz nədir? Bunların heç bir nə xəbərləri yoxdur. Bunları o maraqlandırmır, başa düşdünüz nədir? Bunu da bir dənə o maraqlandırır ki, mən mənsubiyyət maraqlanır. Mənim dini mənsubiyyətim İslamdır. Kitabım da Qurandır. Amma İslamın nə olduğunu bilmirəm, Quranı da oxumamışam. Bildiniz, Qurandan da xəbərsizəm. Amma qurban icra eləyirəm, başa düşdünüz nədir? Qurban bizlikdir. Qurban bayramı deyirlər, dırnaq arası. Nədir axı? Şeydir. Heyvanların genotidi da. Heyvanlara genotid. Bunun adını qoymaq olar. Kütləvi sürətdə elə insanlar gedirlər, qurban kəsirlər ki, qurban eləyirlər filan elə ki. Baxırsan ki, bu insanın nə namazı var, nə orucu var, bu insanın nə Qurandan xəbəri var, bu insanın nə ibadəti var, bu insanın nə Allah yadına düşür, nə Allah haqqında söhbətlərə qulaq asır, heç nə xəbəri yoxdur, başa düşdünüz. Bu insanın əslində Allahı puldur. Bu insan ancaq var dövlət qazanmağa fikirləşir gecə-gündüz, pulunu artırmağa, çoxaltmağı. Bu insanın fikri zikri ancaq hissi həzdir, kayfdır, qadınlarla yiyib içmək məclislərdir, düzdür. Amma həmən məmləkət çatanda müsəlmanlığı yadına düşür ki, mən indi qurban kəsəcəyik, qurban gəldi. Yığırlar heyvanları kütləvi şəkildə dəstə-dəstə, yaxud da gedir Məkkəyə. Heç vaxt Allah yadına düşmübdür. Heç vaxt Allah haqqında söhbətləri qulaq asmayıbdır. Ruhun dirçəlişi barəsində heç nə bilmir. Bundan əvvəlki həyatı barədə, bundan sonraki həyatı barədə söhbətlərə inanmır. Bu mənsubiyyəti bunun İslamdır. Bu götürür, gedir bu Məkkəyə, gedir orada sifariş eləyir, belə özünə qurban kəstirir orada, heyvanları başa. Başa düşür, bu Allahsız adamın dünya görüşüdür, həyat tərzidir. Allahsız insan belə insandır. Yəni ki, onun dinin nə mahiyyətindən, nə mənasından, nə insana vermək istədiyindən xəbəri yoxdur ki, din insana nə üçündür? İnsana din nə üçün insan bu və ya digər dindədir? Nə ki, insan İslam dinindədir? Nə üçün? Peyğəmbər nə demək istəyirdi? Nə çatdırmaq istəyirdi insana? Bunların hamısından xəbəri yoxdur. Bildiniz nətəri? Ən yaxşı halda o komünistlərin dediyi kimi, o Engels'in, Marx'ın, Lenin'in deyirlər ki, religiya opium dilə naroda. Deyirlər ki, din insanlar üçün narkotikdir. Narkotik maddə kimidir. Yəni, insanları bu və ya digər kontrol eləmək, nəzarət eləmək, yaxud da ki, ən yaxşı halda deyirlər ki, insanları xeyirxah olmağa çağıran. Bundan artıq bir şey bilmirlər, bildiniz nədir? Amma Məhəmməd və Əsədullah təlimi, Həzrət İsa, Həzrət Əli əleyhissalam, dinin böyük şəxsiyyətləri, müqəddəs yazılar. Bunların hamısının içində insanın dünya görüşünün, həyatını yerli dibli dəyişmək üçün şeylər var, mənalar var orada, biliklər var orada, göstərişlər var orada, nəsiyyətlər var orada. Bildiniz, hansı ki, insanın həyatını yerli dibli dəyişmək üçündür. Yerli dibli. Yerli dibli ne üçün deyirəm? Ona görə ki, insan axı bura ne üçün gəlib? Allahlıq iddiası ilə gəlib. İnsan özünü burada həzz alan sayır. İnsan özünü burada nəyəsə malik olduğunu sayır. İnsan özünü burada cisimlə eyniləşdirir. İndi bunun, insanın bu cür özünü cisimlə eyniləşdirib, cisimə aid olanların hamısının üzərində ağalığını, həzz almağını yerli dibli dəyişmək lazımdır. Bax, ona görə
müqəddəs kitabların, mömin şəxsiyyətlərin təlimlərində bu şeylər var. Bunlardan bir xəbər olan insan dini ancaq səthi, mənsubiyyət xarakteri daşıyan kimi qəbul eləyir. Yaxud da ki, deyir ki, namaz qılıram, oruç tuturam ki, ki şeyləri icra edirəm ona görə ki, qabaqdan qiyamət günü gəlir. Yəni bu qiyamət günü qabaqdan gəlməyini gözləmək bilirsiniz nə deməkdir? Bunlar elə fikirləşirlər ki, mən bu bədənəm, bu bədənlərdir də, bütün ətrafımız hamısı bu bədənlərdir, vəssalam. Ruh söhbəti var, amma ruh elə bir şeydir ki, indi Allah üfürüb onun içinə, sonra da o çıxacaq, gedəcək hardasa öz işi ilə məşğul olacaq. Amma biz hamı bədənlərik və bu bədənlər bircə dəfə təzahür eləyibdir və bunlar hamısı elə bir gün gələcək ki, indi bu yaxınlarda özlə gözləyirlər ki, budur, bu yaxında baş verəcək. Və hamısı qırılacaq, hamı qırılacaq. Sonra həmən qiyamət günü bütün hamı qəbirlərdən qaldırılacaq və onlara hökm kəsiləcək ki, bu cənnətə gedəcək, cəhənnəmə gedəcək. Bunun üçün vəssalam, əbədi olaraq. Bu cür başa düşürlər. Amma qiyamətin, Allahın elədiyi qiyamətin insana heç bir dəxli yoxdur əslində. Heç bir dəxli yoxdur. Allah haçan dünyanı yaradır və haçan onu dağıdacaq, insana onun dəxli yoxdur. İnsana deyir ki, sən öz həyatından məşğul ol. Sən öz taleyinlə məşğul ol. Ki, səni Həzrət Əli Əsəlam deyir. Sən bilmirsən hardan gəlmirsən, indi hardasan, sonra hara gedəsən. Bax, bunu başa düşməyə çalış. Sən hardan gəlmirsən, indi hardasan, sonra gedəsən. Yəni, bunu başa düşmək üçün o demək ki, sən bu cisimdən fərqli bir varlıqsan. Ona görə də sən bundan əvvəlki həyatında elədiklərin indiki həyatı yaradıb. İndiki elədiklərin növbəti həyatı yaradacaq. Və sən bax, beləcə doğuluş ölüm dövranında fırlanırsan. İndi mən bu doğuluş ölüm dövranını nə vaxt başlayıb, nə vaxt qutarım, bunun sən nə dəxli var ki? Ona görə də qiyaməti gözləmək, bu cahillikdir. Bu cəhalətdir, biliksizliyin əlamətidir. Bunun özü də bir Allahsızlıqdır. Başa düşdüyün, insan öz üzərində işləmək, özünün taleyi, bu cür doğulmuşam indi, bundan sonra nə məni gözləyir, bildiniz? Həzrət Əli Əsəlamın sözünün dərinliyi var. Bunun əvəzinə, bu insan oturub da sigaret də çəkir, içki də içir, ət də yeyir, nə bilim, daha hər şey eləyir, amma Qurandan danışır, dini mənsubiyyətindən danışır, özü də gecə gündüz fikirləşir ki, görəsən hacan 12-ci İmam Mehdi gələcək və biz qiyamət günü burada quracaq, qırıb tökəcəkdir şeyləri, demonları, Allah şeyləri, pis adamları, yaxşı adamların hamısını düzəcək, sıraya düzəcək, belə sıraya bir-bir buraxacaq cənnətə. Bu Allahsız düşüncə tərzidir. Bildiniz, Allahlı adamın düşüncə tərzi belə deyir ki, Allahlı adamın düşüncə tərzi odur ki, bu həyatın sənə verilib ki, bu insan həyatın sənə verilib ki, sən elə yaşayasan ki, hər dəqiqə Allahı düşünəsən. Hər dəqiqə Allahı düşünəsən. Allahı düşünən insan bizim 4 dənə qoyduğumuz prinsip var. Allahı düşünən insan heç vaxt heç kimin üzərində zorakılıq eləmir. Heç kimin öldürüb ətin kəsib, qanın töküb ətin yemir. Allahı düşünən adam heç vaxt bihuş edici maddələr qəbul eləmir. Quranda da yazdı, bihuş edici maddələr qəbul eləməyin. Sigaretdir, içkidir, kofedir, çaydır və s. Allahı düşünən insan heç vaxt fırıldaqla, qumar oyunları ilə məşğul olmur. Azarkeşlik eləmir. Bildiniz nə təri? Futbol azarkeşi, nə bilim, şahmat azarkeşi, nə bilim, daha nə, qumar oyunları, cürbəcür, fikirləşiblər, çıxardıblar. Lotereyalar, nələr. Allah düşünən adam heç vaxt başqa qadınları nə eləmir, zinakarlıq eləmir başqa qadınlarla. Allah düşünən adam heç vaxt başqasının malını yemir. Bu da Allahı düşünmək demək deyil ki, elə Allahı düşünürəm də, amma 100 dənə oyundan çıxıram. Sən nətə Allah düşürsən əgər o oyunlardan çıxırsansa? Deməli düşünmürsən. Allahı düşünən insanın beynində Allah olan da, Allah insanı bütün bu şeylərin hamısından hifz eləyir. Hamısından. Çünki Allah pakdır axı. Sən o pakı düşünəndə, o pak insanın düşüncəsinə, ağlına elə bir şey sirayət edir ki, bu insan bu sadalanan şeylərin hamısından uzaq durur. Dura bilmədiyi şeyə görə də Allaha yalvarır gecə gündüz. Allahım mənə kömək elə. Mənə kömək elə, mən bundan uzaqlaşım. Dua eləyir. Allahı düşünmək bu deməkdir. İnsan dua eləyir. Zəifliklərinə görə insan Allaha dua eləyir. Allahım mənə kömək elə. Zəifliklərinə görə. Amma harada güclüdür, özü eləyir. O heyvan kəsib başını təki qanın töküb ətin yemir, qurban adı ilə.
Heç bunun qurbandan xəbəri yoxdur. Bilmir qurban nə olan şeydir. Bildiniz nətər? O İslam dininin böyük, nəhəng şəxsiyyətləri var ki, onların əsərlərini mən oxumuşam. Onlar orada yazırlar ki, qurban elə qurulub ki, Peyğəmbər sallallahu təliminə əsasən elə qurulub ki, o qurbanı həyata keçirən insan 1, 2, 3-cü dəfədən sonra ondan imtina eləyəcəkdir. Çünki Veda fəlsəfəsində də var o qurban mərasimləri. Vedalarda da var o söhbətlərin hamısı. Vedalardan gəlir də bu şeylərin hamısı. Mən deyəndə özüm düzgün demədim. Çünki Quran elmi də Veda elmidir. Vedalardan götürülüb də, Vedalardan gəlir. Burada deyir ki, karma mimamsa, heyvan qurban gətirən insan onu qurban Allaha gətirmir. Onu qurban gətirir Durqaya, Kalimaya. Kalimaya şəhadət. Kalima şəhadət. Kalima ana deməkdir. Kali ana şahiddir. Bu Həzrət Şivanın zövcəsidir. Kalima şəhadət o deməkdir. Kəlmə şəhadət. Kalima. Kalima bunlar kəlmə sözünə cürbəcür izahlar verirlər. Mən o günləri bir də ərəbin çıxışına qulaq asırdım. Baxırsan ki, xəbərsizdir da, xəbəri yoxdur bunun əslində. Özünə məxsus icad eləyibdir İslam dini və izah eləyir. Kalima, kəlmə kalima deməkdir. Kalima Şivan arvadıdır. O, heyvan qurban kəsənlərə, bütün güzəşlərin hamısı, 4 dənə arvad, 5 dənə arvad almaq istəyənlərə, cinsi əlaqə həvəsi olanlara, o, neynir? Ona təklif edirlər bunu, ona buyururlar, ona dualar oxuyurlar. O, mələkədir, Həzrət Şivanın zövcəsidir. Bu, kainatın anasıdır, bütün kainatın başında duran odur. Yəni, bu, maddi dünya həbsxanasının nə idi? Rəisidir. Bildiniz? Həmən o kalima. Deyilir ki, ona dualar oxunmalıdır. Bu qurban ona gətirilməlidir. O razı qalmalıdır bundan. O da məlikədir. Allah deyil. Allahın özü deyil. Orada da şərtlər qoyulub və oxunan həmən qurban mərasimi vaxtı oxunan mantraların və duaların tərcüməsində var. Heyvanı kəsən insan tərcüməsində belə şey var ki, ona deyir ki, mən indi səni kəsib əti ilə qidalanacam. Əvəzində sən növbəti həyatında, bundan sonraki həyatında mən heyvan kimi doğulacam, mənim ətimi kəsib yemək hüququ qazanırsan, haqqı qazanırsan. Bildiniz mi? Bu hüququ sənə vermək şərti ilə mən səni bu saatki bədənindən məhrum edirəm. Bu hüququ haqqı sənə vermək şərti ilə mən sənin bədəni və əlindən aram indi. Bu şey başa düşdünüz nətəri? Onun tərcüməsi belədir. Qurban gətirəndə heyvanı, Allaha qurban gətirəndə oxunan duanın, təklifin mənası budur. Başqa məna yoxdur. Heyvan qurban gətirməyin mənası budur, arxasında bu durur. Heyvan qurban gətirmək, orada oxunan dua, yoxsa başqa Allahın başqa duaya nəyə ehtiyacı var ki? Sadəcə olaraq elə belə sən həzz alassan, Allah da deyəcək, hə, get nə qədər istəyirsən. Elə yox, burada bir dənə məna var. Yəni burada əvəz qanunu var. Əvəz, başa düşdün, əvəz. Mən sənə, sən mənə, karma mimamsa deyirlər ona. Heyvana deyir ki, mən səni indi bədəni götürürəm, yiyəcəm, ət kimi. Düzdür? Və s. da, başqa şey. Əvəzində mən o haqqı sənə verirəm ki, sən o haqqı əldə edirsən ki, növbəti həyatında sən mənim bədənimdən məhrum eləyəsən. Növbəti həyatlarında. Bildin nətərim? Sən necə eləyirsən, səndən deyir orada. Nə tökürsən aşına, o çıxacaq qaşığı var. Nə əkirsən, onu da biçirsən. Nə cür hərəkət edirsən, ona görə reaksiya gəlməlidir. Bu qanundur, bu maddi dünyanın qanunudur. Əgər kimiz həyatından məhrum edirsənsə, sən həyatından məhrum etmək imzası qoyursan. İndi bu qurbanın arxasında bu durur. Hətta əvvəlki dövrün şahları, monarxiya şahları sivil cəmiyyətdən söhbət gedir. İndiki cəmiyyətdən yox. İndiki cəmiyyət qeyri-sivildir. Sivil cəmiyyətin şahları kimsə kimisə öldürürdüsə, mesela kimsə kimisə vətəndaş da kimsə kimi öldürdü, düzdür? İndiki şeydə bunu yığışdırıblar, düzdür? Amma Veda dövründə, şahların dövründə, yəni mömin şahların dövründə, əvvəlki sivil cəmiyyətin vaxtlarında kimsə kimisə öldürürdüsə, düzdür? Şahın belə haqqı vardı, hüququ vardı, belə nə deyirlər, belə bir
səlahiyyəti var idi ki, həmən insanın özünü nə edirdi? Çarmıxa çəkdirirdi, öldürürdü. Düzdür? Həmən insanın özünü öldürtdürürdü. Kim ki öldürüb, bax onun özünü həmən dəqiqə ona ölüm cəzası çəkilirdi. Müasir dövrün ateist, Allahsız sistemində fikirləşirlər ki, bu qeyri-humanist. Belə fikirləşirlər ki, bu qeyri-humanistdir. Çünki onların karma qanunundan xəbəri yoxdur. Bildiyi, bunların biliyi yoxdur. Onlar bilmirlər ki, bu bədən deyil, bu ruhi candır. Bədən alır, bir bədəndən o birisinə keçir. Bir bədəndən o birisinə keçir. Düzdür? Bu bilik yoxdur. Karma qanunu yoxdur. Ki, indiki keçmişin nəticəsi gələcəyin səbəbidir. Yoxdur. Müasir dırnaq arası idarə sistemində. Elə deyilmi? Amma əvvəlki şahlar müqəddəs kitabların göstərişləri ilə idarə edirlər ölkəni. Brahmanların, mömin müqəddəs bilikli, savadlı brahmanların nəsihətləri ilə idarə edirlər. Ona görə də şahın belə bir səlahiyyəti vardı ki, adam öldürən özü öldürməlidir. Hökmən ona ölüm cəzası verilirdi. Hökmən. Niyə? Soruşun niyə? Çünki qana qan deyilir. Quranda da var, qana qandır. Çünki təsir əks təsirə bərabərdir. Nə əksən, onu biçəsən. Düzdürmü? Bu qanun tək elə fiziki qanun deyil ki, bu canlılara aiddir bu qanun. Bu həyatında adam öldürübsə, bu növbəti həyatında bunu öldürəcəklər. Bu bir də təzədən doğulacaq və bunun özünü öldürəcəklər. Bu nədir? Bu iki həyatını itirdi. Bu həyatında adam öldürdü, oldu qatil. Qatil həyatı yaşayır. Adam öldürmüş insan kimdir? Qatildir də. Bu həyatını ölənə qədər qatil həyatı yaşadır. Bu insan həyatı getdi. Katupatxuvos deyirlər ruslar. Getdi. Növbəti həyatında isə bunun özünü öldürəcəklər. İki həyatını bu itirdi. İki həyatından məhrum oldu. Düzdür? Ona görə şaha belə səlahiyyət verilir ki, bu həyatında adam öldürdüsə, bunun özünə ölüm cəzası verilirdi. Bu karma bundan çıxırdı. Vəssalam. Növbəti həyatında o təmiz kağızdan başlayırdı. Da növbəti həyatında onu öldürməyəcəklər. Amma bu Allahsız cəmiyyətdə öldürmürlər. Adam öldürəni aparırlar 10 il saxlayırlar türmədə, buraxırlar çölə. Bunun bu həyatı türmədə keçdi. Növbəti həyatında, o öləcək, növbəti həyatında doğulacaq, onu öldürəcəklər. O da onun növbəti həyatı. İki həyatı əldən getdi bunun. İki həyatı. Hələ o həyatında da onu öldürəndən sonra onun o birisi həyatında da onu öldürən adamı öldürəcək. Bu həyat gördün, bax getdi belə. Bir-birinin dalına düzülə-düzülə gedəcək bunu. Bunu öldürənin növbəti həyatında, o birisi həyatında bu öldürəcək. Çünki nə tökürsən aşına o çıxır qaşığı var. Təsir əks təsirə bərabərdir. Ona görə əvvəlki dövrün şahlarının səlahiyyəti var idi. Adam öldürəni öldürürdülər. Həmən də ona ölüm hökmü verilirdi. İndi eləyirlər yox. İndi aparlar insan 15 il, 20 il, ən çoxu. Hələ o rüşvət zat verib yaxasını qurtarmasa da şeydir. Rüşvət verib yaxasını qurtaranlar var. 14 il, 10 il, 5 il saxlayırlar, buraxırlar çölə və o həyatını itirdi. Amma belə bir dənə əsər var, Agatha Christie, belə bir şey var, müəllif var. Agatha Christie. O cürbəcür şeylər yazır da, belə detektiv əsərlər. İndi kimlər oxuyursa, kitab oxuma şeylər var, onlar xəbəri var belə müəllifdən, Agatha. Onun bir dənə əsəri vardı, onun haqqında kino çəkilmişdi. Mən o kinoya baxmışdım o qədər. Uşaqlıq, cavanlıq, gənclik vaxtlarında. Sem Negritat, 7 negr. O belə bir insan haqqında yazır ki, belə bir insan. Bu insan məhkəmədə hakim işləyir. Məhkəmədə hakim işləyir uzun illər. Və cürbəcür insanlar, imkanlı insanlar, cəmiyyətin imkanlı insanları, onlar cürbəcür ölüm şeyləri həyata keçirdirlər, kimisə öldürtdürürlər də. Və bunların işi məhkəməyə düşəndə pulla, adamla, tanışlıqla, vəkillə, zadla bunların cəzadan qaçırlar. Başa düşdü. Bu hakim də bütün bu hakim də axı, bunun gözünün qabağında hər şey olub da, bunun əli ilə gedir hər şey. Görür ki, bu deyək ki, bu ölkənin deyək ki, hansısa bir dənə vəzifəli insanıdır, kimisə öldürtdürübdür, indi bunun işi düşübdür məhkəməyə, bunun yuxarıdan zəng gəldi, bunu buraxdırdı. Və yaxud da ki, pulundan filan qədər qoydu ortalığa, qərarların hamısı dəyişdi, azadlığa çıxdı.
Bu həmin insanların siyahısını tuturdu hamısını. Həmin bu hakim tuturdu siyahısını ki, məsələn bir 15 nəfər adam ki, siyahını tutdu ki, bu insanların hamısı gəldilər mənim yanıma burada düşdülər, amma o insanları mən cəzalandıra bilmədim. Haqqına görə. Onlar qaçdılar cəzadan, başa düşdün? Kimi puluyla, kimi tanışlıqla, kimi yuxarıdan zənglə, kimisi cürbəcür yollarla, başa düşdün, qaçdılar da. O da onların siyahısını yazır. Sonra gedir, çıxır şeyə, pensiya. Hakimlikdən pensiya çıxanda, pensiya çıxır. Gedir dənizin ortasında bir dənə ada, gedir dənizin ortasında bir dənə ada götürür. Ada. O adada özünün evi var imiş bunun. Ev tikir, yaxsa nəsə belə bir yerdə o şimdi adadır, dənizin ortasında. Orada bir dənə ev götürür, evdir bir dənə. Bir adada bir dənə ev var, daha heç nə yoxdur. Bomboşdur ada. Adada bircə dənə ev var. Qəşəng evdir belə, düzəldibdir. İçi bərli, bəzəkli. O evin içində bütün şəraiti yaradır, belə yemək, içmək, stolu zad açır filan və götürür. Həmən bu siyahı tutmuş adamlar yoxdur. Bunların hamısına bir dənə şey atır. Siz deyin, dəvətnamə atır ki, sizi belə bir dənə bir gözəl bir yerə istirahətə dəvət eləyirəm sizi. Amma öz adını qoymur ki, bunu dəvət eləyən kimdir? Öz adını qoymur ki, bunu kim dəvət eləyən? Bildinizmi? Öz adını gizli saxlayır. Siz dəvət olunursunuz və salam. Belə bir yerdə də, belə elə bir ki, onları şirnikləndirir də. Ulan hamısı bir-bir üzürlər, gəlirlər ora. Sonra geriyə bunları gətirir. Geriyə bunu gətirən qayıq gedir geriyə. Gətirir bura, gətirən qayıq geri gedir. Elə bir ki, adanın qırağında qayıq qalmır. Qayıq, bildiniz nədir? Bunların hamısı girirlər ora, bir-birlərini tanımırlar, amma bunlar hamısı orada tanış olurlar bir-birləri ilə. Biri deyək ki, məsəl üçün də ölkənin prokurordur, biri deyək ki, milis rəisidir, biri deyək ki, filan xəstəxananın baş həkimidir. Məsəl üçün də belə vəzifəli adamlardır. Biri milyonerdir, biri deputatdır, biri nə bilim nədir, imkanlı adamlardır hamısı. Onların hamısı gelirlər ora, görürlər ki, bərbəzəkli bir dənə bağ-bağçadır, gözəl bir adadır. Birinci sevinirlər, belə təkəbbürlüdürlər də, lovadlar hamısı. Bu da yazılıb, özlərindən razı, abırsız, var dövlət, saxta nüfuzlu, aldadılmış adamlar. Allahsız adamlar belədir. Özür istəyirəm, biraz xəstəyəm, qrip. Bunlar bu yeməkdən, içməkdən həzz alırlar, ləzzət alırlar. Sonra gəzirlər bu bağçanı filanı bir neçə saat, ya bir gün, 2 gün. Sonra yavaş-yavaş bunlar baxdırırlar darıxmağa. Görürlər ki, bir-birlərinə soruşurlar ki, hamı bir-birindən soruşur ki, bizi kim bura çağırıb? Heç kim bilmir ki, bunları bura kim çağırıb. Heç kim bilmir ki, bunları bura kim çağırıb. Bildiniz nədir? Yavaş-yavaş bunların başlayır qorxusu artmağa. Başa-baş qorxurlar. Qayıq zad da yoxdur ki, üzüb çıxıb getsinlər buradan. Baxırlar, adanın ətrafı fırlanırlar ki, heç arada qayıq zad yoxdur. Variant yoxdur çıxmağa, başa düşdün? Bunları dəvət edən həmin də o hakimdir. O hakimdir pensiyada. Özü də gizlənib burada adada. Elə gizlənib ki, bu onları görür, onlar bunu görmürlər. Bildiniz? Sonra bunların hamısını bir dənə, bir-bir. Bunlar baxırlar ki, bir-bir bunlar azalırlar. Bir-bir. Gündə birini öldürür. Gündə birini öldürür. Gündə birini öldürür. Bax, hamısı dəhşətə gəlirlər. Ən axırıncısını öldürəndə o görür hakimi. Görür ki, bu kim idi? Ən axırıncısını öldürəndə. O bizlərin heç biri görmürlər. Amma axırıncı o da mələ gəlir ki, orada göstərilir ki, o da nəsə xüsusi bir adam olur o. Tam yadımdan çıxıb. Yəni ideyanı məsəl çatdırmaq istədim də. Yəni ki, reaksiyadan qaça bilməzsən. Reaksiyadan qaça bilməzsən. Öldürmüsənsə öldürüləsən. Reaksiyadan qaça bilməzsən. Ona görə də heyvan qurbanı gətirməkdə. Heyvan qurbanı gətirir, amma bilmir ki, qurban o deməkdir ki, sən onu öldürürsən o şərtlə ki, sən ona haqq və hüquqla razılaşırsan ki, o da səni öldürəcək. O Buddan, Həzrət Buddanın haqqında bir dənə kino çəkiblər. Kino girişində belə bir şey verirlər. Budda. Budda ahimsa prinsipini gətirmişdi öldürməyin. Budda heyvan öldürməyə əksi idi. Heyvan qurbanlarına. Hindistanda da belə bir kategoriya insanlar vaxt çıxdılar. Vedalara əsaslanıb deyirlər ki, heyvanları qurban gətirmirlər. Başladılar kütlə. Bir gün bizdə Azərbaycanda necə baş verir? Qurban adı altında heyvanları kütləvi şəkildə qırırlar. Amma oradan heç qurbanın iyi də gəlmir. Bildinizmi? Qurban deyilən şeyin iyi də gəlmir. O cür ki, nə cür ki, bizdə bu heyvanları kəsirlər.
Orada da Hindistanda belə bir insanlar yaranmışdı ki, onlar da beləcə, necə bizdə deyirlər ki, biz müsəlmanıq, ona görə qurban kəsirik. Onlar da elə deyirlər ki, Vedalarda verilib, biz də qurban kəsirik. Kütləvi şəkildə heyvanları qırırlar. Heç nə, belə insanlar da, heç nə, belə bax burada deyilən, bax Allahsız insanlar. Ona görə Budda gəldi, qadağan elədi. Ona görə Buddanın kinoyun girişində belə bir şey göstərirlər. Göstərir ki, bir dənə qəssabdır, keçini qurban gətirməyə hazırlaşır. Keçini. Bu keçiyin qurban gətirməyə hazırlaşanda bıçağı itiliyə keçiyə baxanda bir də baxır keçi gülür. Gülür də keçi. Necəsə. Keçiyə deyir, nəyə gülürsən? Birazdan başı kəsəcəm. Deyir ki, heç nə. Yüzlərlə dəfə keçi kimi doğulandan sonra axır ki, insan kimi doğulacam. Çünki insan mən indi bu saat qurban gətirir. Nə ilə? Öz həyatı ilə əvəzləməklə, şərti ilə. Qurban gətirmək belə bir şeydir, baxın. Nə qədər ciddi məsələdir. Bizimkilər fikirləşir ki, mən qurban nə qədər çox kəsəmsə, o qədər özümə cənnətdə yer hazırlayıram. Deyir ki, çoxlu keçi kimi doğulandan sonra axır ki, insan kimi doğulacam. Buna görə gülürəm. Bu da qəssab da bıçağını itiləməkdə davam edir. Birazdan baxır ki, keçinin gözlərindən yaş gəlir. Deyir, bən niyə ağlayırsan indi? Yaxşı. Deyir ki, sənin günü ağlayıram. Çünki mən də deyir, 100 dənə həyat bundan qabaq, sənin kimi qəssab idim, keçiləri qurban gətirirdim. Bildinizmi? Bax, qurban görün nə deməkdir. Bizimkilər amma buna belə də, belə əyləncə kimi baxırlar. Bizdə Azərbaycanda bu saat qurban məsələsinə əyləncə kimi baxırlar. Bayramla, adını da bayram qoyublar. Qurban bayramı. Əyləncədir, başa düşdünüz nətər? Heyvanları kütləvi səslə kəsirlər, ətindən yeyirlər. Bir nəfərə yalandan bəlkə də pay verirlər, vermirlər nəsə, qalanı özləri yeyirlər hamısını. Hər şeyə qurban kəsirlər, hər şeyə. Sünnətə qurban, övladım xəstəxanadan çıxdı qurban, instituta girdi qurban, əskərlikdən gəldi qurban, hər şeyə qurban. Buna deyirlər Allahsızlıq. Əslində, başa düşdünüz, bu belə qatı şəkildə Allahsızlıqdır. Belə insanın qurban deyilən şeydən xəbəri yoxdur. Ona görə Krishna deyir, özlərindən razı, abırsız, var dövlətsə saxta nüfuzla aldadılmış Allahsızlar bəzən fəxrlə yalnız at çıxarmaqdan ötürü, yaxud da ki, nəfsini kontrol edə bilmirdi, ət yeməkdən ötürü. Heç bir qayda və təlimatları gözləmədən qurbanlar icra edirlər. Krishna dedi burada, görürsünüz, Allah ali şəxs. Onlar deyir, Allahsızlar deyir, yalandan deyir, qurban icra edirlər, yaxud da mələklərə sitayiş edirlər. Çünki qurban icra eləmək ki, mələklər qəbul edir, Allah qəbul eləmir. Kalima. Onlar yalandan qurban icra edirlər, yaxud da mələklərə sitayiş edirlər, ən yaxşı halda. Yaxud da Allahlarını yaradır, özlərinin Allahlarını icad edirlər. Nətər Allahı icad ediblər? Allahsızlar nətər Allahı icad ediblər? Kimdir ya, kim bilir? Pulla, pul. Allahsızdan Allahı puldur. Bu faktdır. Bugünkü gündə bu fakt. Allahsızlığın Allahı puldur. Özündən icad edib onu, ona sitayiş edir. Pula sitayiş edir. Hər şeyi, insan hər şeyi Allaha qurban verməlidir. Elə deyir əslində. Hər şeyi Krishna Bhagavad Gita'da deyir ki, deyir ki, yiyirsən, içirsən, qazanırsan, nə eləyirsən elə, bunların hamısını mənə qurban kimi elə. Krishna deyir, mənə qurban kimi. Onda sən qurtuluşa gedəsən. Amma indi insan hər şeyi nəyə qurban edir? Pul qazanmağa. Puldan ötürü hər şeyin qurban verməyə hazırdır müasir insan. Hər şey. Mənəvi dəyərlərin hamısını qurban verməyə hazırdır. Və onlar üçün də, mənəvi dəyərlərin qurban verilməsi üçün də qanunlar sistemi yaradılır. Öz qanunlarını yazır, öz konstitusiyasını yazır. Və orada nədir? Özünə haqq qazandırır. Bunun konstitusiyası buna haqq verir. Bildiniz? Ki, bu neynəsin? Pul qazanmaqdan ötürü hər şeyin qurban versin. Konstitusiyanın qanunları var da. Konstitusiyaya uyğun hərəkət edirəmsə, vəssalam. O, bir dəfə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəsi gəlib çıxış eləyəndə dini liderlərin qarşısında mən də oradaydım. Deyir ki, bizim deyir, Avropada deyir, bizim deyirlər ki, bizim qanunları pozmadan çox mənəviyyətsiz insanlar zənginləşə gedirlər. Və biz onlara qarşı heç nə edə bilmirik. Çünki onlar bizim qanunları pozmurlar axı. Amma kənardan baxırıq ki, bunların hamısı zənginləşibdir, amma mənəviyyatı yoxdur. Mənəvi cəhətdən kasıbdır, dilənçidir.
Maddi cəhətdən zənginləşib gedibdir. Və biz bu insanlarla bir milik nə eləyək? O, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəsi bu sözü dedi. Bax, belə olur, başa düşdünüzmü? Allahsız adam nətərdir? Onun ilahi müqəddəs kitablardan xəbəri yoxdur, karma qanundan xəbəri yoxdur, mən ruhan bədən deyiləm anlayışından xəbəri də yoxdur, başa düşdünüz nətərim? Amma varlanıbdır, milyarderdir. Fikirləşir ki, həyatın ömrünü uzatmaq üçün getsin Marsda torpaq alır özünə, Marsda ev tikəcək, ya ayda. O qədər pulu var ki, bildiniz nətərim? Gedirəm ayda özümə ev tikəm ki, ömrümü uzatmaq istəyirəm. Başqa bir Allahsız, Disney, Walt Disney haqqında sizə danışmışdım. O qədər pulu var idi ki, həzz alırdı ondan. Sonra günlərin bir günü qocalanda xəstəliyə tutulur, ağır xəstəliyə, ölümcül xəstəlik. Onda həkimlərə çalan pul buraxır, deyir ki, mənim bədənimi dondurun. Mənim bədənimi dondurun, xəstələnmir, yox deyəsən. Cavan, hələ əksinə sağlam olur. Sağlamkən deyir ki, mənim bədənimi dondurun, hələ xəstəlik zad tapmayıb da. Ki, neçə şeydən sonra, bir 50, 150 ildən, 200 ildən sonra mənim bədənimi donu açılar və mən təzədən başlayıram yaşamağa orada. O, görüm ki, orada necə olacaq da, bir nətəri. Bunun bədənini dondururlar. O dondurmaq aparaturası üçün çalan pul buraxar. Sonra o aparaturanın bu 100 il qalması üçün nə qədər ödəniş. Bunun bu qədər pulu var, təsəvvürə gətirirsiniz. Aparat üçün pul ayırır, bunu donduran aparat. O aparat 100 il qalacaq, onu təmin eləmək lazımdır. Onun üçün o qədər bunun pulu var. O pulu ayırır, bildiniz nətər? Onun qorunması üçün pulu ayırır. Görün nə qədər bunun pulu var. Amma Allahsızdır. Mənəviyyatı yoxdur bunun. Və bunu dondururlar, aparatı da qoyurlar, dondururlar. Aparatda. Kimi Walt Disney. İndi Amerikada onun adına böyük bir dənə park çalınıbdır. Hətta böyük bir park. Allahsızdır amma. Qatı Allahsız. Bunun bütün övladları, qohum əqrabaları hamısı başlayırlar bu hərəkətinə qarşı başlayırlar donquldanmağa. Buna deyir, sağ olanda bizə heç nə eləmirdi. İndi öləndən sonra da gör pulunu nəyə həsr eləyibdi. Düzdür? Özünü dondurmağa. Yavaşca göz eləyirlər, araya salırlar, gedirlər bunun dondurulmuş aparatı tokdan ayrılırlar. Başa düşdünüz? Nefsi ölür orada. Bu da bunun taleyi. Allahsız adamı. Və s. Belə nümunələr çalandır. Ona görə mən burada dayanıram, dəyərli dinləyicilərim. Bu Shri Krishna'nın mühazirəsidir. Bhaktivedanta Swami Prabhupa'nın mühazirəsidir. Biz sadəcə olaraq çalışırıq ki, onları nə eləyək, özümüzün hal-hazırki həyatımızın prizmasında tərk eləyək, başa düşə bilək ki, söhbət nədən gəlir. Allahsız adam kimdir? Demonik təsir altına düşmüş deyirlər. Allahsız adam demonların təsir altına düşür. Demonik qüvvələri. Və bütün bu şeylər Şrila Prabhupada deyir. Bütün bu şeylər cəhalətin və illüziyanın nəticəsidir. Cəhalətin və illüziyanın nəticəsi. Yəni cahillik, biliksizlik. Bilik yoxdur da. Biz bu ət, sümük, qan, sidik, nəciş birləşməsindən ibarət olan bədəndən o tərəfə heç nəyi görmürük, görmək istəmirik, maraqlı deyil bizə. Bütün bunlara görədir bu şeylərin hamısı. Hare Krishna.